insanlara siz demək doğrudur. Siz bilirsiniz ki, Azərbaycan dilində çoxluq mənasını daşıyır. Yəni bir insan əgər bir çox məsuliyyəti həyatda götürübsə özündə, bir çox vəzifəni mükəmməl şəkildə yerinə yetirirsə, onun siması artıq sən deyil, sizə çevrilir insan dünyasında. Bir də sən sözü çox özəldir. Biz ailəmizdə atamıza sən deyirik, anamıza sən deyirik, Allahımıza sən deyirik. Bu səni qazanmaqdan ötürü indiki gənclər zaman tanımır bir-birlərinə. Hər kəs hər dəqiqə sən olur. O dəqiqə zaten müasirliyin bir çox problemlərindən biri şəxsi sərhədlərin yox olmasıdır. Geyimdə, dincəlməkdə, tədrisdə, özəl münasibətlərdə bir çox insanlar iştirak edir. Mən əvvəlki kimi tək görüşən iki gənc də görmürəm. Dostlarla birgə sevgisini yaşayan iki gənc görürəm. Hər şey o qədər sərhədlər çərçivəsi pozulub ki, düşünürəm bu sən də öz sözünü deyir. Mən bugün də gənc xanımlara xüsusilə tövsiyə edirəm ki, sənlə deyil, sizlə münasibətləri qurmağa başlasınlar. Qarşı tərəfə imkan versinlər ki, o səni qazansın bir müddət. Bu qədər asan güvən qazanılmamalıdır. Çünki sonra öz canımız ağrıyır, öz qəlbimiz qırılır. Ümumiyyətlə, yeni nəslin ən birinci məsələsi bizə də verilən suallardan odur ki, Günel xanım, biz beləyik. Biz daha istədiyimiz kimi danışmaq istəyirik, biz negativimizi çölə çıxartmalıyıq, biz içimizdə bir fikirlərimizi daşımamalıyıq. Beyin alimləri, bugünkü müasir və gənc genetik alimlər isbat ediblər ki, negativ söz nə qədər genetikaya təsir edir. Təhqir, negativ yüklü sözlər evdə, ailədə danışılırsa, o uşaqda əqli geriliyi əmələ gəlir. Yəni, təhqir edən sözlərlə böyüyən, hətta əzizləyici formada belə böyüyən uşaqlarda əqli geriləmə var, genetik dəyişikliklər var. İnsanlıq getdikcə gözəlləşmir. Fiziki olaraq gözəllikdən kənar başlayırıq artıq yaranmağa. Gözəllik sağlamlıq nöqteyi nəzərdən biz nəzərdə tuturuq təbii ki, bu saç, qulaq, ayaq uzunluğu məsələsi deyil, bu sağlamlıq nöqteyi xarakteri daşıyır. Buna görə də söz biokimyəvi xarakterdə daşıyır. Bizim birbaşa biokimyamıza təsir edir. Məsələn, negativ bir söz kortizolu artırır, aqressiyanı artırır və bizim ciddi təzyiqimizə və digər orqanlarımıza təsir edir. Xoş söz əksinə dopamin, serotonin bizdə edir və biz daha özümüzü yaxşı hiss edirik, qan dövranımız daha yaxşı edir. Kimyəvi şəkildə təsir edən bir sözə biz bilərək də niyə negativ söz deyirik? Demək, səni xəstələnməyə istəyirik, sənin özünü pis hissi, az ömürlülük sənə arzu edirik. Bəlkə də bilməyərəkdən bunu edirik. Günel xanım, sizin danışıqlarınızın fərqində olan insan, bunu bu qədər dərinliyinə qədər bilən insan düşünürəm ki, başqasına bunu etməz. Çox əfsuslar olsun ki, hamımız nə vaxtsa negativ söz eşitmişik və özümüzü necə hiss etdiyimizi yadımızda saxlamışıq. Və eyni məsələni başqasına etmək, bu artıq dərk edilərək edilən bir addımdır. Və etika bugünkü qədər vacib bir fəlsəfə olmayıb. Etika bugünkü qədər özəl bir, çox vacibdir. Və etikaya, fəlsəfəyə, yəni etiket qanunlarına, etiket fərqlidir etikadan. Etiket bizim çəngəl, bıçaq, oturuş, duruş hissələrimizdir. Amma o qədər də kiçik xarakter daşımır. Məsələn, əgər həmişə bir ledinin əli yanındadırsa, onun nitqində həmişə ümidverici nitqi olacaq. Bir balaca bir xanım əlini açdısa, kişi duruşu durdusa hər ikisini, daha aqressiv, daha hücumçu xarakter daşıyan nitqə sahib olur. Sadəcə bədən dilidir, amma bizim nitqimizə təsiri var. Amma bizi təqdim edir həm də bu dil. Bəli, və daxilimizə təsir edən, bizim beynimizdəki fabrikaya hansı söz işlədəcəm, mexanizminə belə təsir edə bilir. Cəngir müəllim, buyurun. Günel xanım, sən və siz müraciətinə toxundu. Elmi üslubda qəribə bir şey var. Elmi üslubda yazan adam deməli, mən deyə bilməz. Çünki o elə bir şey, qürur, nə bilim, force mənasında olur da, belə deyək. Təkəbbürlü, iddialı. Elmi üslubda biz deyirik. Adi bir söhbətdə falan mən özümə biz deyə bilmərəm də. Deyərlər buna bax, bunun təkəbbürünə bax. Amma elmi üslubda deyirik, bizə elə gəlir ki, orada mənə elə gəlir ki, olmaz. Bizə elə gəlir ki, yəni orada olar, amma adi danışıq formatında olmaz. Cəngir müəllim, biraz əvvəldə qeyd etdim, müəllimlərin doğrudan da bizim həyatımızda çox böyük rolu olub. Doğrudan da bəzi müəllimlər bizə yalnız məktəbdə olan fənləri deyil, onların tədris etdiyi, eyni zamanda biz müəllimlərimizdən davranış, danışıq, nəzakət və s.
yaxşı, yəni nümunələri götürmüşük. Amma bugün biz bir çox hallarda sosial şəbəkələrdə də valideyn-müəllim qarşıdurmalarını görürük. Və orada təbii ki, artıq tənqid deyil, elə birbaşa təhqirlərdir. Orada doğrudan da çox yəni görmək istəmədiyimiz mənzərələri görürük. Çünki müəllim doğrudan bizim üçün hər zaman müqəddəs olub. Biz evdə hətta valideynlərimizdən müəllimin bilər, müəllimin görər cümlələrini eşidərək bizə valideynlərimiz öz istədiklərini, işləri gördürüblər də. Yəni evdə müəllimlərimizlə hardasa bir növ hədələyərək. Çünki bizim üçün müəllim doğrudan da o yerdə olub. Və müəllimlərimizdən çox şeylər öyrənmişik. Hansı ki, o doğrudan da bizim səhəri gün işimizdə, təhsilimizdə, ailə qurmağımızda, övlad böyütməyimizdə, cəmiyyət içərisində özünü göstərib. Amma bugün bizim uşaqlarımız doğrudan da öz müəllimlərindən və müəllimin də yükü ağırdır. Bugün müəllimin bir davranışı, bir dediyi söz, onun göstərdiyi ünsiyyət, münasibət 30, sinifdə yerləşən 30 və 40 uşağa təsir edir. Tutalım o 40 uşaqdan ya 30 uşaqdan onu 15-i müəllimin davranışını, ünsiyyətini yadda saxlamaz. Amma əminəm ki, orada digər yerdə olan 15-20 uşaq o müəllimin davranışını, ünsiyyətini, münasibətini ictimaiyyətdə sərgiləyəcək. Tamam, doğrudur. Yəni müəllim öz geyimindən tutmuş, bəli, hərəkətinə qədər, indicə Günel xanım dedi, bədən hərəkətinə qədər hər şeydə nümunə olmalıdır. Bəli. Bax, bu mənada müəllim çox müqəddəs bir anlayışdır da. İndi müəllimlərin, bayaq siz dediyiniz kimi, sosial şəbəkədə falan müəllim tələbi şagirdə xüsusilə, ali məktəbdə belə şey az olur. Şagirdə nəyə görəsə acıqlanıb. Laf geri gələndə bir, nə bilim, bir şillə də vurub da, olur belə şeylər. Bunların hamısını o qədər ümumiləşdirirlər ki və o qədər olmaz deyirlər ki, mən vurmağı demirəm, amma acıqlanmağı falan. Məsələn, bizim Aqil Abbas bir dəfə Milli Məclisdə bu məsələləri qoydu ki, valla dedi, müəllim mənə elə şillə vurub ki, ondan bəri onun dediyi, onun tələb elədiyi, mən bugün də onunla yaşayıram. İndi o cür yox, bu zaman o zaman deyil. Amma müəllimin sözü gərək həqiqətən müqəddəs söz olsun və verdiyi tərbiyə də müqəddəs tərbiyə olsun. Çünki onun şagirdə verdiyi tərbiyə, onun şagirdə öyrətdiyi hər şey şagirdin sabah özünü quranda ona lazım olan keyfiyyətlərdir. Onlar oradan gəlirlər universitetlərə. Bəli. Universitetlərdə onlar, məsələn, artıq universitetdə o orta məktəbdəki tərbiyə deyil, elmi və peşə tərbiyəsi daha çox tədris olunur da. Amma orada elə şagirdlər var ki, məsələn, bizdə də mən bir müəllim kimi görürüm də, müəllim az qala canını qurban eləmək istəyir ona. Çünki o qədər tərbiyəli, o qədər bilikli, o qədər gözəl bir müraciətlə bəzən müraciət edir müəllimə. Onun sözünü yerə salmaq olmur. Yəni, onu həmişə ovcuğun içində saxlamaq istəyirsən. Bax, tələbələr, ali məktəblərdə, universitetlərdə tələbələr, Bakı Dövlət Universitetində də mən həmişə görürəm ki, müəllim-tələbə münasibətləri belə müqəddəs belə bir şey deyim sizə. Bax, sizdə də jurnalistika fakültəsinin məzunları həmişə çox diqqətlə yanaşır və onlar burada çoxdurlar. Bəli. Mən inandırıram sizi ki, Bakı Dövlət Universiteti bütövlükdə və ayrıca olaraq jurnalistika fakültəsində tarixən heç vaxt müəllim tələbədən nəsə ummayıb. Bu da əsas faktordur. Çox ciddi faktor. Nəsir İmanquliyev deyilən bir insan bizim müəllimimiz olub. Həm Bakı və Baku qəzetlərinin redaktoru olub, həm də bizim müəllimimiz olub. Şirməmməd Hüseynov deyilən bir müəllimimiz olub. Onların yaratdığı bir fakültə olub. O fakültədə heç vaxt müəllim tələbədən nəsə ummuyor və heç belə, yəni bunu... Və doğrudan da gözü toxluğu da biz o müəllimlərdən öyrənmişik. İnanın ki, o təmizlik, jurnalistika fakültəsini bitirən jurnalistlərə diqqət edin. Həmişə təmizlik işində bunlar daha çox. Həm də dövlətçiliyə xidmət, nə bilim, milli mənəvi dəyərləri, milli maraqları qoruyan jurnalistlərdir. Əksəriyyəti jurnalistika fakültəsini qutarmış.
bunların çoxu müəllimdən gəlir. Bax, o bayaq dediyim müəllimlərin qoyduğu məktəbdir. İndi kimsə ayrı təzə gələ filan o məktəbi pozmaq istəyə, o məktəbin qaydalarına əməl eləməmək istəyə mümkün olan şeydir. Çünki orada müəllim sözü müqəddəs sözdür. Bu sahədə biraz mən bir etika akademiyası olaraq iki tərəfli istəyərdim yanaşmağa. Təbii ki, bizim yaşımız elə bir dövrdür ki, biz xoş müəllimləri xatırlayırıq. Bəli. Sizin kimi Cahangir müəllim baş ucalığı daşıyan o adı, mənim anam da həkimdir. Onları xatırlayırıq. Bəzən müəllimlərin özlərində də çox böyük davranış olmalıdır ki, uşaq ona sevsin. Sevgi, hörməti yaradır. Əfsuslar olsun ki, stresə davamsızlıq, yorğunluq, bəzən bu müəllimlərdə o sizin dövrünüzdəki qədər, bizim müəllimlərimiz qədər yüksək etikanı qoruyub saxlamağa doğrunu desəm imkan vermir. Mənim də oğlum burada böyüyüb, təhsil alıb, mən özüm də burada təhsil almışam və hər cür müəllimlə qarşılaşmışam. Və əfsuslar olsun ki, müəllim ucalığını daşınmayan bir müəllimə də tələbənin reaksiyası da normaldır. Onun da üsyanı var, onun da sözü var. Çünki artıq başqa dövr uşaqlardır da, düzgün daha ağıllı, telefonlar var. Yəni, biraz indiki uşaqlarla çox belə diktator kimi münasibət deyil də dil tapmaq. Bəzən deyil, ümumiyyətlə doğrudan da bəzi məsələlərdə evdəki bugün övladlarımız bizə bugünkü gün üçün çox kömək olurlar öz məsləhətləri ilə. Dil tapmağı biraz daha çox böyüdürlər hal-hazırda. Necə? Çünki uşaqdır, müəyyən bir dövrdə böyüyüb. Biz bir multfilm izləmişik, onlar fərqli bir cizgi filmini izləyiblər. Lakin müəllimlərin özündə uşaqlara, biz tələb edirik ki, mənə sizdir. Amma müəllimlər də artıq bir çox universitetlərdə, yüksək səviyyəli universitetlərdə, birində də mən təhsil almışam, tələbəyə siz deyirdilər. Mən heç bir bizdə müəllimi tələbəyə siz deyən görməmişəm. Və tələbəyə siz deyirik, çünki o da akademikdir, o da universitetdə oxuyur. O da sabah onun sırasına düşür və 4-cü kursda biz hamımız elmi iş götürürük. Bu münasibətin iki tərəfli olması tədris sisteminə də, biz münasibətinə də böyük töhfə verir. Ümumiyyətlə, mən müəllimdə görmək istəmədiyim bir böyük anlayış var, o da saxtakarlıq. Və bir müəllimə bağışlanmayan bir məsələ varsa, kobudluq bağışlana bilər, ağır xasiyyət bağışlana bilər, amma saxtakarlıq deyil. Və insanların hər birində beynimiz elə qurulub ki, saxtakarlığı tanıyır. Ünsiyyət mədəniyyətinin ən böyük qıcıq hissəsi, üsyan hissəsi, narazılığı yaradan, təhqir edici sözləri bizim dilimizə gətirən an, saxtakarlığı hiss etdiyimiz andır. Və bunu təbii ki, bizim tərbiyəmiz icazə verdiyi qədər də ifadə edə bilirik. Birimizdə azdırsa təhqirlə, birimizdə çoxdursa daha doğru sözləri seçərək öz negativ hisslərimizi bildiririk. Amma saxtakarlıq qədər insanı ünsiyyət mədəniyyətindən geri atan heç bir şey yoxdur. Mimikalar, bizim beynimiz elə qurulub ki, sizin səsinizin tonundan, sizin aynalanma prosesi var beyində. Aynalanma çox böyük tərbiyədə rol oynayır. Sizə baxaraq hərəkətləriniz, nitqiniz, səsiniz mənim beynim aynalayır və mən bilirəm əslində kimə sevgi nədir, hörmət nədir. O anlayışla düz gəlməyən siqnallar olanda beynim deyir ki, saxtakarlıq var, düz gəlmir sənin proqramınla bunun hərəkətləri. Ona görə də insan beynini əvvəldən etikaya köklənmiş bir beyindir. Sadəcə ona inanmaq, ona güvənmək lazımdır. Təsəvvür edin ki, bütün dünya gözəl danışır. Təsəvvür edin ki, ailədə hər kəs bir-birinə buyurun, yemək yedinmi, dərsləri eləmədin, tamam, mən sənə necə kömək edə bilərəm danlamaq əvəzinə. Təsəvvür edin ki, çölə çıxırıq, hər kəs ancaq xoş sözlər eşidir. Biz necə gözəl bir dünya yarada bilərik? Bir söz. Bu sözü deyil, negativi də, tənqidi də ifadə eləmək lazımdır. Təhqir etmədən, tənqid etmə mədəniyyəti var. Və şəxsiyyətə yönəlməyən, peşəkarlığı formalaşdıran tənqid etikası var. Bunların hamısını öyrənərək necə gözəl bir cəmiyyət olar. Bir anlıq düşünsək bunu, bir anlıq, günə bir dəqiqə özümüzə söz versək ki, hamı indi xoş söz desin, mən düşünürəm bir çox xəstəliklər yox olacaq. Buyurun, Cahangir müəllim. Bir leksikada var da, söz seçimi, o leksikadan söz seçimi. Xalq dilini yaxşı bilmək lazımdır. Xalq dili hardadır? Hamımız kətdən gəlmişik də, heç kim inciməsin. Xalq dili daha çox bölgələrdədir, kətlərdə. Şəhərdə çox adam ədəbi dildə. Ədəbi dildə müraciətlər o qədər yaxşı qəbul olunmur şifahi nitqdə. Mən prezidentimizin bir Xocalıda bir söhbətinə qulaq asdım. Bu, deməli,
Xocalı cəmaatını yığılıblar, yaşlı adamlardır çoxu, bunlarla söhbət edir. Birindən bir yaşlı kişidən soruşur ki, heyvan saxlayırsınız? Deyir ki, bəli. Deyir, örüşümüz var. Deyir, bəli. Mən burada, yəni bu örüş sözünün üstündə dayanmaq istəyirəm. Bu prezident İlham Əliyev cənabımız bu bütün təhsil sistemini, təhsillərini rus dilində alıb. Mən tələbələrə bir dəfə bunu misal çəkəndə dedim, birdən elə bilərsiniz ki, Azərbaycan prezidenti Azərbaycan oğludur filandır. Niyə? Nə olsun ki bu örüş sözünü? Dedim, kim deyər örüş nədir? İnanırsınız 100 nəfərlik auditoriyada bəlkə 2 nəfər bildi ki, örüş nədir? Amma bizim prezidentimiz şifahi danışır da həmişə. Rus dilində təhsil almış adam örüş deyəndə mən elə bildim dünyanı mənə bağışladı. Ona görə ki, xalq dilinə meyli çox güclüdür. Orada xalq dilində danışır, xalqla, yəni bütöv bir qrupla danışanda. Sonra elmi dildə danışır, bütün müxtəlif 5-6 dildə də dünya demək, çapında öz intervyularını verəndə, müsahibələrini verəndə, orada da çıxış eləyəndə müxtəlif dillərdə danışır. Hətta müharibə dövründə təbii ki, istər-istəməz aqressiya var idi. Yəni siyasi bir aqressiya var idi və bu savaş vaxtlarında olması çox normaldır. Hətta orada məyusluq hissləri var idi, itki hissləri var idi. Yəni bir çox hisslər eyni anda günlərcə bizim psixologiyamızda, canımızda, ruhumuzda cərəyan edirdi də o hisslər və təbii ki, bu hissləri balanslaşdırmaq filan hamısı bizim öz əlimizdədir və təbii ki, bunların hamısını intellekt idarə edir. Hətta cənab prezident qəzəbləndiyi vaxtlarda belə bizim prezidentimizdir də, yəni biz onun simasına baxanda bilirdik ki, bugün onun heç keyfi yoxdur, daha çox qəzəblənib, onun incidən, xətrinə dəyən nələrsə var, amma onları belə o çox düzgün formada, acığını da, qəzəbini də, küskünlüyünü də, inciliyini də, itkisini də doğrudan da nümunəvi şəkildə, hətta mən deyərdim ki, medianı belə o idarə edirdi. Təngidi belə yumoristik edirdi. İnandırıram sizi, mən diqqətlə qulaq asıram prezident danışanda. Hamı diqqətlə qulaq asır. Mən xüsusilə, çünki mən auditoriyaya girəcəndə, leksik sözləri Azərbaycan dilinin lüğət tərkibindən elə sözlər seçir ki, heç vaxt deməzsən ki, kimisə təhqir elədi. Heç vaxt deməzsən ki, kimsə o sözdən narazı qala bilər. Amma öz fikrini tam mənasıyla ifadə edir. Bax, bu leksika seçimi, dil seçimi çox ciddi söhbət. Gəldik ki, Nelxan... Təhsil aldığıma görə ana dilimi çox gec öyrəndim. Amma evdə Azərbaycan dilində danışırdıq. Mən digər bölmələrdə oxuduğuma görə, bitirdiyimə görə. Amma cənab prezidentin də ana dilinə olan diqqətinə mən bir daha eşidəndə özümə də böyük bir dərs götürdüm. Çünki öz üzərimdə də işləyirəm. Ana dilin böyük bir sirri var imiş. Çox böyük bir sirri var imiş. Ana dilində danışan insan bütün öz nəslinin, öz kökünün kodunu, təcrübəsini, kökünün kodunu keçirtmiş olur. Ana dildə danışmayıb böyüyən Azərbaycanlılar daha tez dəyərsizləşirlər. Özünü mən kiməm sualına müəyyən depressiv anlarda daha çox sual verirlər. Bizi depressiyadan, özünə güvəndən uzaqlaşdıran heç ana dilimizi bilməməkdir. Ona görə ana dilini, kökünə, bilirsiniz ki, bütün məlumatlar genetik olaraq 40% keçir. Hər doğulan uşaq saf doğulmur, 40% genetik yaddaşla doğulur. Və bu onun gücüdür. Kim olub, hansı dəyərlərə sahibdir. Ana dilində ciddi kodlar var imiş. Bizə ötürülən böyük məsləhətlər, kimliyimizi özümüzdə formalaşdıran məsələlər var imiş. Ona görə ana dili çox önəmli imiş, özgüvəndə. İndi hal-hazırda bizimlə telefon bağlantısında Xatirə xanım olacaq da, bizim yəni çox çalışqan, doğrudan da o da ölkədən kənarda çox bu psixologiya elmini ümumiyyətlə araşdıran, öyrənən, sahiblənən və bugün doğrudan da cəmiyyətimizdə çox psixoloqlar fəaliyyət göstərir və biz nə yazıqlar ki, onların fəaliyyətinin uğursuzluqlarını da görürük. Hətta böyüklərin üzərində, uşaqların üzərində bunun şahidi oluruq. Əgər telefon bağlantımız hazırsa, Xatirə qeyd etmək istəyirəm ki, hazırda qardaş Türkiyədə, İstanbulda yaşayır, orada fəaliyyət göstərir və mən istəyərdim ki, onun da fikrini öyrənək. Xatirə, sabahınız xeyir olsun. Salamlar, hər kəsə salam olsun. Gözəl həftə sonu arzu edirəm sizə.
Və mövzumuzdan xəbərdarsınız. Biz müraciət formaları, danışıq tərzi, ümumiyyətlə sən, siz müraciət formalarının fərqini, bax bütün bunları, yəni incəliklərinə qədər danışırıq. Danışıq etikasının pozulması bilmək istəyərdim. Psixoloji məqamdır, yəni burada sosial şəbəkələrin, sosial səbəblərdən olan bir şeydir. Yəni nədir? Yəni mədəniyyətin pozulmasıdır. Nə baş verir? Yəni niyə biz bugün bu mövzuya ehtiyac gördük ki, müzakirə edək? Təşəkkür edirəm aradığımız üçün, zəng etdiyiniz üçün. Təbii ki, ünsiyyət insanın ən birinci performansıdır. Yəni sən geyiminlə, görkəminlə, işlərinlə çox söz desən də, çox işlər görsən də, amma birinci növbədə dialoq zamanı sənin özünü təqdimatındır, prezentasiyandır. Yəni sən özünü necə prezentasiya edəcəksənsə də və sənin dialoqun da o şəkildə sona qədər gedib çıxacaq. Və mən sizə ünsiyyət problemlərin qabarmasını, yəni bu kimi səbəblərin niyə ortaya çıxmasını aydınlatmaq istəyirəm ki, çünki insanlar ünsiyyətin bir elm olduğunu, yəni bu ünsiyyətin ümumiyyətlə nə olduğunu çox başa düşmədən, önəmli olan öz qarşı tərəflə dialoqa keçdiyi zaman öz ehtiyacını ödəməyə cəhd edir. Belə ki, yəni biz kimlə isə ünsiyyət qurduğumuz zaman bizim daxilimizdə 3 rol özünü göstərir. Bu uşaq, böyük, valideyn. Yəni biz kimləsə dialoq qurduğumuz zaman akt yaranır bizdə. Buna rəhbərinin nəzəriyyəsində transakt deyilir, transakt analiz. Yəni biz hansı kateqoriyadan, hansı fazadan çıxış edəcəksə, qarşı tərəf də onu ya qəbul edəcək, ya agresiya yaranacaq, ya konflikt yaranacaqdır. Ona görə akt zamanı müəyyən etmək lazımdır. Ya sizə müraciət edən insan hansı kateqoriyadan sizə müraciət edir? Uşaq pozisiyasından, böyük pozisiyasından, ya valideyn pozisiyasından. Belə ki, mən sizə nümunələr göstərə bilərəm. Məsələn, siz bir insanla dialoq qurduğunuz zaman, onun seçdiyi söz predikatlarından, onun sizinlə dialoqu zamanı görə bilərsiniz ki, bu hansı fazadan sizə yanaşır. Məsələn, dostlarınızla oturmuşsunuz və dostlarınızdan biri sizə deyir ki, çayı soyuq içmə. Çay biraz isti soyuyub da onu biraz isti versiyada içdilər. Dərhal başa düşürsən ki, bu müraciət edən valideyn pozisiyasından yanaşır. Yəni, valideyn pozisiyasından bu qayğıkeş, deməli ki, bunun pozisiyasında qayğıkeşlik dayanır. Amma gəlin baxaq ki, ümumiyyətlə ünsiyyət zamanı nəyə görə, məsələn, daha çox iş yerlərində, daha çox cəmiyyət içində, sosial şəbəkələrdə nəyə görə insanlar bir-birlərinə konflikt mənalı dialoqlar qururlar? Çünki bunun səbəbini niyə konflikt yaranır? Ona görə ki, söz aikidosunu biz bilmədikdə, yəni söz aikidosu nədir? Bunu isə yəni 1980-ci illərdə icad olunmuş bir elmdir. Yəni biz necə ki, nəyisə məktəb oxuyuruq, nələrsə öyrənmək istəyiriksə, söz sənətini də öyrənməliyik. Siz əgər söz sənətini bilməsək, yəni biz konfliktə səbəb olur bizim dialoqumuz, aqressiyaya səbəb olur. Və məhz ona görə də söz aikidosunu doğru bilmək lazımdır. Məsələn, iş yerində təsəvvür edin ki, müdürünüz sizə gəlir və hər kəsin içində fərq edərək nəyə görə bu sənədləri göndərməmisiniz deyə sizə müraciət edir. Və təbii ki, sizin bir neçə alternativiniz olur ki, ona cavab verməyə. Ya siz orada küsə bilərsiniz, ya siz orada incil dişdən çıxa bilərsiniz və yaxud da həmin an üçün konfliktlə məsələni həll edə bilərsiniz. Amma söz aikidosunu bildiyimiz zaman biz həmin sözə ağıllı cavablarla məsələni daha salda bilərik. Məsələn, müdür sizə sual verəndə ki, nəyə görə sənədləri hələ də göndərməmisən? Siz çox yumşaq və mədəni şəkildə deyə bilərsiniz ki, sizin narahatlığınızı başa düşürəm. Anlayıram, siz üzərinizdə həqiqətən də böyük məsuliyyət götürmüşsünüz və onu
sağlam şəkildə həll etmək istəyirsiniz. Mövzunu tamamen ona təqdim edirsiniz. Amma o ki qaldı, insanların diyalog zamanı bir-birinə etikadan kənar olaraq bir-birinə birbaşa tanımadığı insana sən deyə müraciət etmək, o etiket kodeksləridir. İnsanlar etiket kodekslərini, mədəniyyəti və özlərini cəmiyyət içində necə aparmaq, necə danışmaq, hansı cümlələri, onlar artıq etiket kodeksləridir. Və həm etiket kodekslərini, həm də psixoloji nüansları bilərək insanın danışmağı bir sənətə çevrilə bilər. Yəni, tam bir sənətdir. Bir söz vardır, danış, görüm kimsən. Həqiqətən də bu belədir. Bəli, razıyam. Bax, belə. Amma ən çox söz aikidosu. Məsələn, söz aikidosunun əsas tərəfi odur ki, siz qarşı tərəflə bizim diyalog zamanı hissimiz odur ki, yəni ki, bizim əsas prioritet bizdə olmalıdır ki, ünsiyyət zamanı konflikt və agresiya mühümsalda. Və bu da sadəcə söz aikidosu ilə həyata keçir. Söz aikidosunu bildiğimiz zaman biz bunu daha gözəl, kreativ bir şəkildə hazır cavab oluruq. Xatirə xanım, təşəkkür edirəm. Sizi görmək də, sizi eşitmək də, fikirlərinizi bizimlə bölüşdünüz. Doğrudan da çox xoş oldu. Niyə görə bir psixoloqla bağlantı istədim? Çünki bu günləri biz danışıq tərzini pozulduğunu görəndə orada bir agresiya, bir kobudluq da görürük. Bunu da etiraf etmək lazımdır. Bir çox insanların müəyyən, hər zaman argumentlər var, Cahangir müəllim, Günel xanım. Hər zaman, ay problemim var, ay xəstəyəm, ay son zamanlar keyfim yoxdur, ay stressdəyəm, ay depressiya. Biraz əvvəl siz çox gözəl bir nüansa toxundunuz ki, ağzımızdan çıxan, yəni ağzımızdan çıxan söz nədir? Düşündüyümüz sözdür. Düzdür, düşünmədən danışanlar da çoxdur, amma bu ayrı mövzudur da. Burada da çünki çox geniş bir mövzudur. Amma düşündük və həmən dedik. O bir söz var, deyir ki, sözü ağzından bişirib çıxar. Doğrudan da çox gözəl bir cümlədir. Çünki sən sözünün ağasısan. Sən sözünün dalında, arxasında durmağı bacarmalısan. Bir söz səni uçuruma apara bilər, həm də səni ucalda bilər. Yaşından, başından, vəzifəsindən asılı olmayaraq hər kəsə aiddir. Çünki müəyyən məsələlər uşaq üçün unudular. Uşaqdır, fikir verməyin, bilmir, formalaşmayıb. Amma artıq formalaşmış bir insanın danışığında səhvlərini buraxması, təhqirlə tənqidi ayırt edə bilməməsi, müxtəlif argumentlərlə kiməsə kobud şəkildə agresiv davranışı bu insanı yalnız uçuruma aparar. Elnara, mən əlimə girəvə düşüb, elə bir mövzuya da bu mənada toxunmaq istəyirəm. Buyurun. Klassikaya münasibət. Bu sosial şəbəkə bir tərəfdən sözün həqiqi mənasında ideal bir azad məkandır. İdeal tərəfləri çoxdur, bəli. Amma bir tərəfdən də sosial şəbəkəyə, indi artıq sosial şəbədə də deyənlər var. Harısı onu da qəbul eləmək var. Sosial şəbəkədə elə şeylər olur. Adam təəccüb qalır ki, bax bu leksikadan burada niyə bu cür bir-birini təhqir eləyirlər və s. Bəyənməməzlik var. Məni narahat eləyən elə real televiziyada da çox ciddi bu məsələ müzakirə olundu dünən. Bu Məhsəti xanıma, Məhsət Gəncəviyə olan münasibət. O klassikaya olan mənfi münasibətin elə bil ki, elə bir formatıdır ki, bunun üzərində yaxşı olur ki, yaxşıdır ki, sosial şəbəkədən tutmuş yerüstü televiziya, mətbuata qədər hər yerdə mənfi münasibət, yəni tənqidi münasibət özünü göstərir. Olmaz klassikaya. Klassika niyə klassikadır? Rəhmətli Mircəlal müəllim bizim mənim müəllimim olub. Ədəbiyyatşünaslıqdan dərs deyirdi bizə. Bir də bu uşaqlardan biri soruşdu tələbələrdən ki, Mircəlal müəllim, klassika nədir? Onu elə izah elədi ki, klassika nədir? Klassika elə bir şey dedi, hətta zaman keçir, 100 il keçir, 100 il keçəndən sonra onu bəyənən adamlar da 100 ildən sonra yenə bəyənəcəklər və s. Klassika budur. Klassika ona görə klassikadır ki, onun demək olar ki, nöqsanı yoxdur. Məhsət xanıma o cür münasibət olmaz. Bizim məsələn Ömər Faiq Neməndadəmiz var, Cəlil Məmmədquldadəmiz var, Üzeyir bəyimiz var. Bunlar xalq yolunda özünü öldürən insanlardır. Üzeyir bəyin leksikasına fikir verin. Üzeyir bəy Azərbaycan dili öyrədib.
adama. İndi bugünkülər kim böyük adamdır? Klassikaya vurğun olan adamlar. Onlardan biri mesela Anar'dır. Üzeyir Bey hakkında Anar'ın filmden tutmuş məqalələrinə qədər, kitaba qədər. Onlardan biri bizim Allah rəhmət eləsin Elçin, yazıcı Elçindir. Niyə bunlar özləri də klassikləşirlər və klassikləşdilər? Çünki klassikaya, onların münasibətlərdə bunlar elə özləri də klassikcəsinə yanaşırlar. Ümumiyyətlə, məni üzən məsələlərdən biri də son illər bu baş verir. Günel xanım da yəqin ki, mənlə razılaşacaq. Çünki hamımız paytaxt Bakıda yaşayırıq və bütün baş verən hadisələri izləməmək, görməmək mümkün deyil. Təbii ki, burada sosial şəbəkələrin çox böyük rolu var. Biz istedad sahiblərinə, hansısa doğrudan da bizim xalq olaraq, millət olaraq çox gözəl işlər görən insanlarımıza, illərini oxumağa verən, araşdırmalara verən, elmə verən insanlara çox asan və çox rahat şəkildə dil uzada bilirik. Bu ya klaviatura arxasından olur ki, mən otururam, bəlkə də özüm bir çay evində oturmuşam və bütün günü nə ailəmə bir xeyrim var, nə cəmiyyətə bir xeyrim var, amma çox rahat şəkildə mən bu ölkənin Anarını, Çingiz Abdullayevini və s. alimini də elə götürüb tənqid də edə bilirəm, lap belə asan təhqir də edə bilirəm. Təbii ki, verilişimizin ikinci hissəsində bu mövzu ətrafında digər qonaqlarımızla söhbət olacaq. Çünki bununla bağlı da artıq tədbirlər görülür ki, heç kim telefonu əlinə alıb istədiyi kimi təhqir müraciətləri edə bilməz. Nə yazı olaraq, nə video olaraq. Amma Günel xanım, ümumiyyətlə bir belə söz var da, biraz əvvəl siz də dediniz ki, tələbələrdən, şagirdlərdən eşidirik bunu. Özünü sərbəst ifadə etməklə niyə bu kobudluğu, təhqirliyi, aqressiyanı, istədiyimi yaza bilərəm, deyə bilərəmi səhv salırlar? Özünü sərbəst ifadə etmək başqa bir şeydir. Onu bizə izah edə bilərsiniz? Əlbəttə, bu izah edilir keyfiyyətli düşüncə ilə. İnsanında keyfiyyətli düşüncə olmadıqda, informasiya təhlükəsizliyi təmin edilmədikdə, insanın beyni əməli başlı bir xaosa çevrilir və həqiqətin olduğu kimi görə bilmir. Nəsrəddin Tusinin gözəl bir anlayışı var ağıl gözəlliyi haqqında. Deyir, hadisələri olduğu kimi görmək, öz kompleksivi, öz təcrübəvi hətta yansıtmadan hadisəni qiymətləndirə bilmək, şişirtmədən, azaltmadan qiymətləndirə bilmək qabiliyyəti də ağıl gözəlliyi. Ağıl gözəlliyi üçün bir çox dəyərlərə sahib olmaq lazımdır ki, siz hadisəni düzgün qiymətləndirəsiniz. Əfsuslar olsun ki, bir çox dəyərlər əlimizdən alındığına görə süni şəkildə, təbii ki, sosial şəbəkələrdə, ailədə olan nizamsızlıq, müəyyən bir hal bizə gətirib ki, uşaqlarda keyfiyyətli düşüncə formalaşmır. Keyfiyyətli düşüncə baxdığımızdan, eşitdiyimizdən, gördüyümüzdən formalaşır. Onu bir ünsiyyət mədəniyyəti çox önəmlidir ki, qulağımız gözəl söz eşitsin ki, ağlımıza da gözəl fikirlər gəlsin ki, gözəl kommentlər də yaza bilək. Bugün gözəl insanlardan, daxilləri gözəl insanlardan, çünki doğrudan da bizimlə sona qədər bu ömür yolunda davam edən və qalan, hətta biz dünyamızı dəyişdikdən sonra belə bizi xatırladan, yer üzündəki insanlara, doğmalarımıza bizim daxili gözəlliyimiz, etdiyimiz hərəkətlər, davranışlarımız, danışdıqlarımız və etdiklərimizdir. Belə yadda qalaq. Arzu edirəm ki, hər kəs xoş yadda qalsın. Təşəkkür edirəm sizə gəldiyiniz üçün. Sağ olun, biz təşəkkür ederiz. Sabahınız bir daha xeyirli olsun. Biz birazdan dediyim kimi tənqid və təhqir formalarında olan fərqi sizə bir 45 dəqiqəlik də olsa izah edəcəyik. Görüşürük.